Salam əziz abituriyentlər, bucağın iki tərəfi verilir və onlar arasındakı bucaq verilir. Üçüncü tərəfinin tapılması tələb olunur. Bu halda nə etməliyik? Əgər üç bucaqda iki tərəfi onlar arasındakı bucaq verilirsə, üçüncü tərəf axtarılırsa kosinuslar teoremindən istifadə etmək lazımdır. Kosinuslar teoremi necədir? Əgər üç bucağın bir tərəfi A-dır, müxtəlif tərəfli üç bucaqda A-dır, B-dir, üçüncü tərəf C-dir. O zaman C kvadratı bərabərdir A kvadratı plus B kvadratı minus 2 vurulsun A vurulsun B vurulsun kosinus A, B arasındakı bucağın hasilinə. Üçüncü tərəfimiz məlum deyil, əlbəttə C tərəfi, onda məlum olmayan yazılır. C kvadratı bərabər. İki tərəf 6-dır, 8-dir. Yəni A-nın yerinə 6-dır, 6-nın kvadratı, B-nin yerinə 8-dir, 8-in kvadratı. Çıxılsın 2 vurulsun 6 vurulsun 8. Sadəcə verilənləri yazırıq yerinə. Kosinus 60 dərəcə. C kvadratı bərabərdir. 6-nın kvadratı 36. 8-in kvadratı 64. Çıxılsın 2 vur 6 vurulsun 8 vurulsun kosinus 60 dərəcədə 2 də 1-ə bərabərdir. Onda bu 2 ilə bu 2 ixtisar olunar yerindəcə. C kvadratı bərabərdir. 36 isə 64 eləyəcək 100 minus 48. 68-in 48-dir. C kvadratı bərabərdir 52. C də bərabərdir. Kökün altında bunu yazarıq. 52-də necə yazalım? 4 vurulsun 13 şəklində yazaq. C də bərabərdir. 4-dən kökə 2 çıxacaq. 13-dən isə kök çıxmayacaq. İrrasional qalacaq. Olacaq 2 kökün altında 13. Deməli, doğru cavab 2 kök altında 13.